Bakının Nərimanov rayonunda qısqanclıq zəminində həyat yoldaşına xəsarət yetirən Ayaz məhkəmə qarşısına çıxarılıb. İstintaq materiallarına görə 1995-ci il təvəllüdlü Ayaz yaşadıkları mənzildə həyat yoldaşı Vüsalə ilə mübahisə zamanı ona əl və ayaq zərbələri vuraraq müxtəlif dərəcəli xəsarətlər yetirib. Ayazın sözlərinə görə aralarındakı mübahisələr əsasən Vüsalənin işləməsi ilə bağlı olub. O, həyat yoldaşının marketdə işləməsinə etiraz edib və iş yoldaşlarından gələn zənglərə görə şübhələnib. Hadisə günü telefonuna baxarkən Vüsalənin başqa şəxslə intim məzmunlu yazışmalarını gördüyünü iddia edib və əsəbləşərək ona zərbələr vurduğunu bildirib. Ayaz həmçinin məhkəmədə bildirib ki, hadisədən sonra Vüsalə ilə boşanmaq üçün müraciət edib. Vüsalə isə məhkəmədə ərinin onu əsassız şəkildə qısqandığını deyib. Onun sözlərinə görə Ayaz telefon danışığını eşitdikdən sonra mobil telefonunu yoxlayıb. Daha sonra isə ona yumruq və ayaq zərbələri endirib. Məhkəmədə Ayaz ittihamı qəbul edib. Nərimanov rayon məhkəməsinin hökmü ilə Ayaz Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Qeyd edək ki, adlar şərtidir.